Şahidlər salam, 24 may 2026-cı il tarixində keçirilmiş 11-ci sinif 3-cü qruplar üçün tarix sualları izahı ilə tanış olaq. 31-ci sual 1920-ci illərində Şimali Azərbaycan işğalının və həsatından sonra Çar Rusiyası ölkəmizdə xam istehsalının artırmasına çalışırdı. Bununla bərabər hər hansı bir məhsulun tam istehsalının Azərbaycanda həyata keçirilməsini istəmirdi. Çünki buradan ucuz xam mal alıb onu mərkəz qubinyalarında son məhsula çevirib yenidən ölkəmizdə baha qiymətə satmaq Çar Rusiyasına böyük qazanc gətirirdi. Verilənlərə əsasən Çar Rusiyası nəyə nail olmaq istəyirdi? Çox rahat, asan bir sualdır. Neft sənayesindən burada söhbət ümumiyyətlə getmir. İkinci, müstəmləkəçi iqtisadi siyasət tətbiq etməyə bəli, doğrudur. Şimali Azərbaycanda sənaye çevrilişinin qarşısını almağa belə bir şey ola bilməzdi. Əksinə, ümumiyyətlə sənaye çevrilişi təbliğ olunan bir məsələ idi. Neft sənayesi yenə çıxdaş edirik və ölkəmizin özünü ucuz xam mal bazarına çevirməyə. Doğru cavabımız 2 və 5. Əsasın Kəngər tayfasının baş tərəfinə qoymuş xanlıq təbii ki, Naxçıvan xanlığından söhbət gedir. Mətni oxuya bilərsiniz özünüz və Naxçıvan xanlığı ilə burada İrəvan xanlığının ortaq ümumi xüsusiyyətlərini istəyir. 1. Müəyyən müddət Qarabağ xanlığı nasıl olmuşdu? Doğrudur. Biz demişdik, Pənahal xan dövründə inək formasında yada saxlamışdı baş hərfləri. İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə xanlıqları tabe edilmişdi. Bu ümumi ortaq cavabdır. Rusiya ilə Gürcəs müqaviləsinin imzalanması 1802-ci ildə Gürcəs müqaviləsi imzalanmışdı. Burada Quba və Lənkəran xanlıqları idi. Keçmiş Çuxursa Bəlbəyin ərazisində yaranması bu İrəvan xanlığına aiddir. Türkmənçay müqaviləsinin əsasən Naxçıvan xanlığına da aiddir. Ortaqdır. Doğru cavabımız B variantı. Türkmənçay müqaviləsinin əsasən Qacarların tərkibində deyil, Rusiyanın tərkibində qalmışdır. 13-cü əsrin 30-cu illərin sonu, 50-ci illərin ortaları Azərbaycan tarixi üçün ortaq xüsusiyyətdir. Təbii ki, elə A variantı. Çünki bu dövr Ali Monqol Xaqanlığının Sanşar tərəfindən ölkəmizin idarə olunduğu dövrdür. Yəni 1239-1256-cı illərindən söhbət gedir. Ali Monqol Xaqanı Arqun ağa idi bildiyimiz kimi. Digər variantlarda Cəlalilər, Qızıl Ordu, Hülakilər hələ yaranmayıb və Əmir Teymur da bu bölgəyə yürüş eləməyib. Çıxdaş edərəkdə tapa bilərik. Çox rahat bir sualdır. İkinci Qarabağ müharibəsi dövrünə aid deyil. Hadrut qəsəbəsinin azad edilməsində Şuşaya hücum üçün bir şərait yarandı. Bəli. Hadrut 9 oktyabrda azad edilib və Şuşaya gedən yolun üzərində yerləşir. Doğrudur. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə olunurdu. Doğrudur. Məsələn, bizim pilotsuz uçuş aparatımız burada bildiyimiz kimi İtiqovan, Zərbə dronları var idi. Zərbəni qeyd edək. Aldadıcı taktika ilə Ermənistan hava hücumları müdafiə sistemləri məhv. Bəli, bu da doğrudur. Bu planın adı Qarabağ müzürüsü planı idi. Qarabağ müzürüsü. Digər varianta baxaq. Qarabağ müzürüsü adlanan plan elə həmin məlumat deyir. Ordumuz canlı qüvvət 2-ci minimum doğrudur. BMT Təhlükəsizlik Şurasının ölkəmiz əleyhinə qətnaməsi qəbul edilə bilmədi. Çünki qoşulmama hərəkatı buna imkan vermədi. Fransa dəstək alaraq buna çalışırdı, amma qoşulmama hərəkatı buna imkan vermədi və nəticədə qətnamə qəbul edilmədi. Hadisələrdən hansısa yeni dəşdə düzgün xronoloji alınır. Seyid Cəfər Pişəvərinin başçılığı milli hökumətin yaradılması. Bildiyimiz kimi milli hökumət 1945-ci ilin dekabrın 12-sində yaradılmışdır. Cənubi Azərbaycanda muxtariyət tələbi ilə. Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli hökumətin yaradılması. Bu isə 1920-ci ilin iyun ayına aiddir. Gördüyünüz kimi arıcılıq pozulub. Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanılması. Bu neft istakadaları, neftdaşları 1948-49-cu illərə aiddir. Azərbaycan SSR-də Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında maddə əldə edilməsi 1956-cı il İmam Mustafayevin rəhbərliyi dövrünə aiddir. Sonralar 78-ci il Heydər Əliyevin rəhbərliyi dövründə də eyni hadisə təkrarən baş vermişdir. 3-cü Konstitusiyaya yəni. Arıcılıq istədiyi üçün biz burada 2 və 1-in yerini dəyişməliyik ki, xronoloji arıcılıq doğru olsun. Doğru cavabımız demək E variantı. 7-ci əsrin 40-cı illərinə fərqli olaraq 50-ci illər Albaniya üçün xüsusiyyət bildiyimiz kimi bu dövr Cavanşirin hakimiyyət illəridir 642-681 və Cavanşir bu dövrdə 654-cü ildə Bizans imperatoru ilə ərəblər əleyhinə, ərəb xilafətlərinin imperatoru ittifaq yaratmışdı. Doğru cavabımız B variantı. 37-ci suala bax, AXC-yə aid hadisə nəticələrinə uyğun olmalıdır. Müəssisə məclisinin seçkilər haqqında sınamı qəbulu bu 1919-cu ilin avqust ayına aiddir və parlament fəaliyyətə başlaması isə 18-in 7 dekabrına aiddir. Parlament daha öncə fəaliyyətə başlamışdır. Doğru deyil. 1-ə çıxırıq. Bakının işğalına azad edilməsi 1918-15 sentyabr. Milli Şuranın fəaliyyətini dayandırması isə Milli Şura iki tərəf fəaliyyətini dayandırıb iyun böhranından dolayı 1918-16 noyabrda. 16-17 noyabr. Daha doğrusu noyabr deyirəm. İyun ayı. 17 iyun. Bura qeyd edilir. İkinci dəfə isə demək iyun böhranından sonra ikinci dəfə Milli Şura
demək bərpa olunacaq və fəaliyyətin dayandırma deyil, artıq ləğv olunacaq parlamentin açılması ilə. Bu da yanlışdır. Mudros müqaviləsi bildiyimiz kimi 1918-in oktyabr ayında imzalanıb və Osmanlı Azərbaycan tərk edib Bezər Naxçıvanı. Əsgəran yaxında döyüş 1920-ci ilin aprel ayına aiddir və bu döyüş nəticəsində milli ordumuz ermənilərin məğlubiyyətə uğradaraq bölgəni azad eləmişdir. Doğru cavabımız 3-4 C variantı. 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvidir. Köprülü Mehmet Paşanın islahatları bu 17-ci əsrə aid xüsusiyyətdir. İkinci yarısı. Misir Mərvi Sultana son qoyulması 1517 Ridaniyə döyüşü ilə. 16-cı əsr birinci yarısıdır. Sultan Səlimin dövrü. Səvlərlə yeni müharibənin başlaması ilə doğru cavabımızdır. Bildiyimiz kimi 2-ci Səv Osmanlı müharibəsi 1578-ci ildə, yəni 16-cı əsr ikinci yarısında başlayıb. Ağqoyunun məğlub edilməsi bu Otluqbeli döyüşüdür 1473. Bu 15-ci əsrdə Viyananın mühasirəyə alınması 2 dəfə 1529. Bu da 16-cı əsr birinci yarısıdır. Xəritəli rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan fikri müəyyən edir. 5. Bizans imperatoru Justinian tərəfindən işğal edilmişdir. Bildiyimiz kimi bura Afrikanın şimalıdır və burada Vandal krallığı var idi. Və bu doğru cavabdır. Justinian 6-cı əsrdə 27-561-ci illərdə hakimiyyətdə olmuşdur və bu bölgəni işğal etmişdir. Həmçinin Oskot krallığını. 3. Bizans imperiyası üzərində qələbə nəticəsində Ərəb ordu təmir fəth olmuşdur. Burada Misirdir bildiyimiz kimi. Misir 7-ci əsrdə Rəşidi xəlifələr dövründə işğal edilmişdir. 1. 8-ci əsr əvvəllərində Ərəb qoşunları tərəfindən tutulmuşdur. Bəli, bura Cəbəli Tariq, yəni İspaniya bölgəsidir. 711-ci ildə bura ilk dəfə qədəm qoydu ərəblər işğal elədi. Bu da doğru cavabdır. Frank hökmdarı Ludwig tərəfindən işğal olmuşdu. 2. Yəni Roma, xeyr. Ludwig tərəfindən tutulan ərazi Qalliya idi. Bura isə indiki Fransa ərazisidir. Bu doğru cavab deyil. E variantında isə 4 Bizans imperiyasının paytaxtı, bəli, 4 Konstantinopol doğru cavabdır. 40-cı suala baxaq. Xəzər xaqanından fərqli olaraq Uyğur və Qaraxanlı dövləti 7-ci əsrdə meydana gəlmişdir. Xəzər də 650-də yaranıb 7-ci əsrdə. Bu fərq deyil. Sasani qarşı mübarizə aparmışdır. Demək, Uyğurlara aid xüsusiyyət deyil bu. Çin imperatoruna xərac almışdır. Bu da doğru cavabdır. Bildiyimiz kimi Moyonçur Çin imperatorunun hakimiyyətini gəlməsində köməyinə qarşılıq olaraq imperatordan xərac alırdı. Qaraxanlı dövlət Ərəb xilafəti ilə mübarizə aparmışdır. Bu elə Xəzərə aiddir. Bizə deyir Xəzərdən fərqli olsun. 11-ci əsr iki yerə parçalanmışdır. Bəli, 1042-ci ildə Qaraxanlı iki yerə parçalanıb, amma Xəzərdə belə bir xüsusiyyət yoxdur. Göytürk xaqanlığının parçalanması nəticəsində yaranmışdır. Bu elə Xəzər xaqanlığına aiddir ki, Qərbi Göytürkün varisidir Xəzərlər. 1C, 2B doğru cavabımız A variantı. NATO-ya üzv olması, konstitusiya qəbul edilməsi və Avropa İqtisadi Birliyi yaradılmasına iştirak hər üçün aid xüsusiyyət hansı dövlətlərə aiddir? Avtomatik SSR-ni çıxırıq, çünki SSR NATO-ya üzv deyildi. Eləcə də İngiltərənin konstitusiyasının qəbul edilməsini keçməmişik. Pakistanın NATO üzvü deyil. Çıxış edir, doğru cavabımız Fransa və AFR. Roma Sayas Pompeyin Albaniya hücumunda məqsədi bu çox rahat, asan bir sualdır. Topluda da bu sualımız var. Təbii ki, o Qara dənizə demək keçməklə Hindistana getmək istəyir və burada iqtisadi yoldan əl keçmək istəyir. Doğru cavabımız D variantı. Elerven diaqramı Əli Aşıxinski, Sərdir Mehmandarov və Hüseyn xan Naxçıvanski birinci müharibəsində iştirak etmiş Azərbaycanlılar. Rusiya çarının yeganə yavəri təbii ki, Hüseyn xan Naxçıvanski idir. Bu üsəgidir. Birinci müharibəsində Rus ordusuna xidmət etmişdi. Hər üçün aiddir. Oxşarlıq B variantı. Rusiyanın paytaxtda toplarla müdafiəsini rəhbərlik etmişdi. Bu Əli Aşıxinskiyə aiddir təbii ki. Petrogradı müdafiə edirdi o. İlk Azərbaycan hərbi təyyarəçisi heç birine aid deyil. Çünki bu Fərrux Ağa Qayıbovdur. Və döyüş carına görə brilyantlarla bəzənmiş Georgi silahını tədbir etmiş. Bu Səməd Mehmandarovdur. 1C, 2E, 3A, 4B D variantı. 1950-ci illərdə Şimali Azərbaycan üçün sərgilədi. Təhkimçiliyin hüququnun ləğvi. Azərbaycanda təhkimçilik olmayıb. Kəndlərin federasiyasının azad edilməsi bu 1870-ci il kənd əsasnaməsinə aiddir. Kəndlərin vergi və mükəlləflərin ləğv edilməsi belə bir xüsusiyyəti yoxdur. Hərbi kəndlə 5 ilin torpaq verilməyə başlanması ilk dəfə 1847-ci il kəndli əsasnaməsinə aiddir. Bu da 40-cı illərdir. Bizdən 50-ci illər soruşulduğu üçün elə cavabımız E variantıdır. Çünki dövlət kəndlərin köçmə hüququnun ləğvi 1853-cü ildir. Eldənizlərin hökmdarı Məhəmməd Can Pəhləvana aid deyil. Təbriz Ağsunqlərini almışdır. Bəli, Gürcülərin qarşısını almışdır hücumlarının. Paytaxtı Naxçıvandan bəli, Həmədana köçmüşdür. Doğrudur. İli Səlcuq əmirlərinin müqavimətini qırmışdır. Amma E variantı deyil. Sultan titulu bildiyimiz kimi Qızıl Arslana aid idi. O 1191-ci ildə bu titulu almışdır. 4-cü min sonunda qədim Misirdə vahid yarandı. Təbii ki, rahat bir sualdır. Yuxarı və aşağı Misir arasında mübarizə gedirdi və yuxarı Misir qələbəsi ilə başa çatdı. 4-cü min sonunda vahid Misir dövləti Memfis paytaxtı olmaqla yarandı. Qaraqoyunlu hökmdarı Qara Yusifdən Səhəf Şaha birinci Təhmasının oxşarlığı, Şirvanşahlar dövlətinə müharibə aparmaları. Qara Yusif aiddir 1412,
Kürçay sahilində döyüş. Təhmasib isə Şirvanşahlarla müharibə aparması ortaq xüsusiyyət götürə bilərik. Bəli. Çünki Təhmasib elə Şirvanşahların varlığına son qoyub 1538-ci ildə. Doğru cavabımız A variantı. Digər variantlara baxaq. Teymurlərlə müharibə aparmaları Qara Yusuf aiddir, amma Təhmasib aid deyil. Osmanlı ilə sülh müqaviləsi imzalamaları yalnız Təhmasib aid, amma sülh. Avropa ilə hərbi ittifaq demək, ümumiyyətlə Qaraqoyun dövləti Avropa dövlətinə əlaqə saxlamayıb. Yeni dövlətin əsasını qoymaları ancaq Qara Yusuf aiddir. 19-2-ci yarısında Şimali Qafqaz və Mərkəzi Asiyanın tarixinə aid ümumi cəhət İngiltərənin nüfuz dairəsində deyil, Rusiya tərəfindən işğal. Bəli, bu doğru cavabımızdır. Belə ki, Şimali Qafqaz 1864-cü ildə, Mərkəzi Asiya isə 1895-ci ildə Pamir tutulması ilə işğal başa çatdırılmışdı. 17-ci əsr baş verən Səvi Osmanlı müharibinə aid deyil. Osmanlı Krım qüvvələrinin məğlubiyyətə uğradılması demək, bu demək 1618 Sınx körpü döyüşünə aiddir, doğrudur. Sufyan adlı yerdə döyüşdə Səfəvlərin qalib gəlməsi 1605 Turan taktikası ilə doğrudur. Şah 1. Abbas Təbrizəliləri 1603 üsyanla doğrudur. Səfəv dövlətinin Hörmüz azad edilməsi 1622. Amma bu Səfəv Osmanlı müharibəsinə aid deyil. Doğru cavabımız D variantı. E də doğrudur. Qəsr şirin 39-cu ildə. Yəni hamısı 17-ci əsr olsa da, burada D variantında məlumat Səfəv Osmanlı müharibəsinə aid deyil. Heydər birinci prezident dövrü bildiyimiz kimi 1993 oktyabr 1998-ci ilin oktyabrına qədər davam etmişdir. Milli valyutanın dövrəyə buraxılması 1992-ci il Elçi bəyin dövrüdür. Strateji əhəmiyyət daşıyan Xorazmdan azad edilməsi ilə Xorazm əməliyyatıdır. 1994-cü ilin yanvar ayı uğurlu olmuşdu bildiyimiz kimi. Doğrudur. Torba islahatı haqqında qanun 1996. Bu da doğru cavabımızdır. 2-3. Azərbaycan Qazın BMT üzv olması 92-ci ilin 2 martıdır. Həmin vaxtı isə prezident Əzmi Təlibov idi. Sıxa imtahanlarının Azərbaycan xilafət dövründə vergilər. Bu da çox rahat, asan bir sualdır. Bildiyimiz kimi xərac məhsul vergisi, cizyə isə can vergisi idi. Xəritədə ərazisi ulduzda qeyd olunmuş rayon adları müəyyən edin. Gördüyümüz kimi qeyd olunan yer Kəlbəcər rayonunun ərazisidir. Ərazisində Palet dövrünə aid qədim məbədə yerləşir. Doğrudur, çünki Kəlbəcərdə Zar mağarası var idi. 8 noyabr 2020-ci ildə Azərbaycan Rus tərəfindən azad edilmişdir. Xeyr. Kəlbəcər 25 noyabr azad edilib. Ərazisində Orta Tuncay Göytəpə yaşayış məskəni yerləşir. Göytəpə yaşayış məskəni Orta Tunc dövründə Urmiya göl sahilində yerləşirdi. Orta Tunc şəhəri idi. Ərazisində erkən Tunc dövrünə aid Sərkərtəpə yerləşir. Sərkərtəpə Xaçmaz rayonu ərazisində ibarət ev idi. Bu da doğru deyil. Və 5. Biraz əvvəl dediyimiz kimi 2000 ilin 25 noyabrında azad edilib. Doğru cavabımız C variantı. Xronoloji ardıcıllıq Şirvanşahların paytaxtının Bakı şəhərinə köçürülməsi 1192. Səlcuqların paytaxtına Riyə köçürülməsi 1043. Teymurlərin paytaxtına Herata köçürülməsi bu Şahrukun dövrüdür. Şahruk da 1405-dən sonra hakimiyyətə gəlib. 1447-yədək. Osmanlı paytaxtının Bursa şəhərinə köçürülməsi də 1326-cı ildə Bursanın azad edilməsi ilə Orxan Qazinin dövrüdür. Xronoloji ardıcılığa baxsaq 2, 1, 4 və 3. Doğru cavabımız belə olar. Rəvvadilərin Şirvanşahlara oxşar Salarlərin fərqli xüsusiyyətləri. Ərəb mənşəli soyad təmin olunmuş. Bəli, doğrudur. Salarlər türk idi, amma Şirvanşahların rəvvadi ərəbdir. Böyük Səlcuq dövrünün asılı olmuşdur. Bu da doğru cavabımızdır. Rəvvadilər 1054-də, Şirvanşahlar isə 1066-da Səlcuq asılı qəbul eləmişdilər. Slavanların hücumuna məruz qalmışdı. Bu Salarilər adı aiddir. Dəbil əmrini özünə birləşdirmişdi. Bu Şəddadilərə aiddir. Neolit və Eneolitin oxşarlığı. Əkinçilikdə toxadan istifadə, bəli, toxa elə Neolit dövründə kəşf olunub, Eneolitdə də geniş istifadə olunub. İlkin şəhər mərkəzləri bu Orta Tunc xüsusiyyətidir, heç birinə aid deyil. Saxsı qablar Neolitdə yaranıb, duluzçuluq Eneolitdə inkişaf edib, doğrudur. Süni suvarma sistemindən istifadə bu erkən Tuncun xüsusiyyətidir. Təsərrüfatda daş alətlər təbii ki, hər ikisi daş dövrünün mərhələsidir. Doğru cavabımız 1, 3, 5. 56-cı sual, hadisə nəticə əlaqələri. 1711 Prut çayı sahilinə müqavilə Rusiya Azov qalasını Osmanlıya geri qaytardı. Doğru cavabımızdır. 1783 Parisdə Versal sülhü İngiltərə ABŞ müstəqilliğini tanıdı. Bu da doğru cavabdır. Neyzbi döyüşü bildiyimiz kimi 1645-də baş verib. İngiltərədə 1-ci Vətən müharibəsi gedişində. ABŞ istiqamət bəyannaməsi isə 1776-cı ilə aiddir. İkinci Ekaterinə hakimiyyətə gəlməsi 1762. Rusiyada mütləqiyyət zəifləmir, güclənir. 17-ci əsrdə 30 illik müharibə baş verməsi bildiyimiz kimi 1618, 1648-ci illərdə baş verib bu müharibə və Avropada üstünlük İspaniyada Fransaya keçdi. Bu da doğru cavabımızdır. 1, 2, 5. Bunu müəyyən edin. Osmanlı dövləti Otluq beyliyi, bəli. Otluq beyliyi 1473, Mərv 1510. Osmanlı ilə demək Otluq beyliyi Ağqoyunlar arasında olub, ona görə 1 A və D olar. Mərv döyüşdə Səfəvlərlə Şeybanlar arasında olub, 2 də C olar. Bu da Qaraqoyun dövlətinə aid heç bir döyüş yoxdur və Cəlalilər dövlətinə aid heç bir döyüş göstərilməyib.
Situasiyaya baxaq. Ya da 5-ci, 2-ci yarısında Yunan şəhər dövlətləri 2 rəqib düşərgə bölündü. Peloponnes və burada təbii ki demək bir dəqiqə oxuyaq. Tezliklə onlar arasında müharibə başlandı. Peloponnesin çoxsaylı ordusu Attikaya soxuldu və mərkəzi şəhəri viran etdi. Cənubların hücumu qarşı tərəf bütün Attika arasında təşkil etmək məcburiyyətində qoydu. Ağzına kimi dolmuş şəhərdə epidemiya başladı. Periklin ölməsi vəziyyəti daha da çətinləşdirdi. Müharibənin uzanması tərəflər üçün yaxşı bir şey vəd etmirdi. Burada eradan əvvəl 434-cü illərdə baş vermiş Afina-Sparta müharibəsindən danışılır. Və qalib gələn dövlətin adı təbii ki Spartadır. Mənbədə bəhs olunan müharibənin başlanmasının bir siyasi iqtisadi nəticəsi səbəbini yazın. Siyasi səbəb ola bilər ki, hakimiyyət mübarizəsi, iqtisadi səbəb də ola bilər ki, ticarətdə üstünlük əldə etmək, məsələn. Belə qeyd edə bilərik. Və 60-cı sual, mənbədə bəhs olunan müharibənin mənbədə verilməyən 2 nəticəsi. Nəticəni yazırıq ki, demək, Yunan şəhər dövlətləri zəiflədi, demək, və xarici işğal üçün şərait yarandı ki, nəticədə ikincidə yaza bilərik ki, demək, Yunanistanın şimalda Makedoniya kimi dövlət güclənməsinə səbəb oldu və gələcəkdə Xeronea döyüşündə bu bölgənin işğalına şərait yarandı. Belə. Diqqətiniz üçün təşəkkürlər. Nəticələrinizi rəydə qeyd edin. Videonu paylaşmağı, bəyənməyi unutmayın. Sağ olun.